Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Dost-TV-nin efirindən salamlayıram hər birinizi. Dost-TV ilə Dövlət Məşğulluq Agentliyinin birgə layihəsi olan İş Saatını izləyirsiniz. Hər həftə olduğu kimi bu dəfə də sizi məşğulluqla bağlı vacib məsələlər barədə məlumatlandırmaq üçün buradayıq. Efirimizə başlayaq. Bugün regionlarda görülən işlərdən, göstərilən xidmətlərdən danışacağıq. Daha dəqiq desək, Şəki-Zaqatala Regional Məşğulluq Filialının fəaliyyətindən. Filialın müdürü qonağımız olacaq və suallarımızı ona ünvanlayacağıq. Görək, Şəki-Zaqatala Regional Məşğulluq Filialı tərəfindən geridə qoyduğumuz müddət ərzində hansı işlər görülüb və hansı nəticələr əldə edilib. Bəs geridə qoyduğumuz həftə ərzində nələr baş verib? Dövlət Məşğulluq Agentliyi tərəfindən Dövlət İqtisad Universitetində əmək yarmarkası keçirilib. Özünü məşğulluq proqramı çərçivəsində son bir ayda daha 700-dən çox şəxsə avadanlıqlar təqdim edilib. Daha ətraflı həftənin xəbər xülasəsini izləyək. Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə universitetin 95 illik yubileyinə həsr olunmuş əmək yarmarkası keçirilib. Universitetin tələbə və məzunları üçün təşkil edilən aktiv məşğulluq tədbirində ümumilikdə 105 işə götürən tərəfindən 1050-yədək vakansiya təqdim edilib. Bu vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb. Tədbirə qatılan şəxslərə eyni zamanda icra olunan aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. Agentliyin karyera məsləhətçiləri tərəfindən karyera məsləhəti xidməti göstərilib. Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-aprel aylarında 148.881 şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib. Onlardan 44.100 şəxs münasib işlərlə təmin olunub, 5.400 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünü məşğulluq proqramına cəlb edilib. Qeyd olunan dövrdə agentlik tərəfindən 2800 işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil olunub. 96.600 şəxsə peşə yönümlü xidmətlər göstərilib. Dövlət Məşğulluq Agentliyinin məzunların məşğulluq reytinqi elektron platformasında yer alan məlumatlara əsasən ölkənin ali təhsil müəssisələrini bakalavr pilləsi üzrə bitirən şəxslərin əmək bazarına daxil olma tezliyi ildən ilə artır. 2018-ci ildə bakalavriat pilləsini bitirmiş məzunların sonraki ilk 2 il ərzində əmək müqaviləsi ilə əmək fəaliyyətinə cəlb olunma göstəricisi 55,2% olubsa, 2024-cü ilin məlumatlarına əsasən bu göstərici 2022-ci ildə məzun olanlar üzrə 62,3% təşkil edib. Platformada 31 ali təhsil müəssisəsini 2018-2022-ci illərdə yalnız bakalavr pilləsi üzrə bitirmiş 103.400 məzunla bağlı məlumatlar mövcuddur. Məzunların məşğulluq reytinqinin metodologiyasına əsasən bir məzunun iş tapma müddəti məzun olduqdan sonraki 2 illik dövrü əhatə edir. Dövlət Məşğulluq Agentliyi özünü məşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatını davam etdirir. Son bir ayda paytaxt və regionlarda 722 nəfər işsiz və iş axtaran şəxs bu proqram çərçivəsində aktivlərlə təmin olunub. Mal və materiallar formasında verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə kiçik təsərrüfatlar qurulub. Regional məşğulluq filialları tərəfindən bölgələrdə görülən işləri də əlbəttə ki, unutmaq olmaz. İşə götürənlərlə görüşlər, peşə yönümü məsləhət tədbirləri və digər istiqamətlər üzrə ötən həftədə proseslər davam etdirilib. Gəlin izləyək.
Qarabağ və Şərqi Zəngəzur regional məşğulluq filialları tərəfindən görülən işləri isə indi ayrıca izləyəcəyik. Çünki Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məşğulluğun təmin olunması istiqamətində görülən işlər bu həftədə diqqət mərkəzində olub. Böyük Qayıdış xəbərlərini izləyirik. Şərqi Zəngəzur regional məşğulluq filialı və Qarabağ Peşə Hazırlığı Mərkəzinin birgə təşkilatçılığı ilə Laçında fəaliyyət göstərən Laçın İstirahət Kompleksində bir neçə istiqamət üzrə peşə hazırlığı kurslarına başlanılıb. Kurslara Laçın rayonuna köç etmiş şəxslər cəlb edilib. Şərqi Zəngəzur regional məşğulluq filialı tərəfindən Laçında fəaliyyətdə olan Naxışlı tikiş evi ilə görüş keçirilib. Görüşdə köç etmiş əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Qarabağ Regional Məşğulluq Filialı və Qoçət Restoranlar şəbəkəsinin Şuşa şəhər filialının nümayəndələri arasında görüş olub. Görüşdə müəssisədə mövcud olan vakansiyalar barədə məlumat verilib. Birgə əməkdaşlıq istiqamətində müzakirələr aparılıb. Qarabağ Regional Məşğulluq Filialının inzibati binasında Azərbaycan International Mining Company Limited şirkəti ilə işğaldan azad olunmuş ərazilərə köçürüləcək şəxslərin işə qəbulu üçün əmək yarmarkası təşkil edilib. Vakansiyalara müraciət edən uyğun şəxslərin qeydiyyatı aparılıb. Qarabağ Regional Məşğulluq Filialı və Qarabağ Peşə Hazırlığı Mərkəzinin birgə təşkilatçılığı ilə Xankəndidə fəaliyyət göstərən Xan Dors MMC-də mebel ustası peşəsi üzrə hazırlıq kursuna başlanılıb. Kursu uğurla başa vuran şəxslərin işlə təmin olunması nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq Filialı tərəfindən cari ilin 4 ay ərzində 1611 şəxsin məşğulluğuna dəstək göstərilib. Onlardan 1153 şəxs münasib işlərlə təmin edilib, 438 nəfər isə özünü məşğulluq proqramına cəlb edilib. Peşə hazırlığı da bu region üzrə aktual istiqamətlərdən birisidir. Belə ki, region üzrə 20 şəxs işə götürənlərlə əməkdaşlıq edilməklə peşə hazırlığı kurslarına cəlb edilib. Bundan başqa, filial tərəfindən işsiz və iş axtaran şəxslər, şagirdlər üçün peşə yönümü məsləhəti tədbirləri də təşkil edilir. Filial Qəbələ, Oğuz, Qax, Şəki, Zaqatala və Balakən rayonlarını əhatə edir. Efirlərimizdə mütəmadi olaraq bu barədə danışır, uğur hekayələrini təqdim edirik. Söhbət əlbəttə ki, özünü məşğulluq proqramından gedir. İndi süjetini təqdim eləyəcəyimiz Ceyhun Həsənov da bu proqrama müraciət eləyərək öz işini quran şəxslərdəndir. Öz işini qurmaq istəyən digər şəxslərə də elə dostu vasitəsilə çağırış eləyərək deyir ki, dövlətin dəstəyindən yararlanaraq öz işinizin sahibi ola bilərsiniz. Həsənov Ceyhun Abuloğlu. Şinamontaj ustasıyam. Balans ustasıyam. Uşaqlıqdan bu işlə məşğul olmuşuq, uçenliklə eləmişik. Hərbi xidmətdə olduqdan sonra bir sürə başqa işlərlə məşğul olsam da köhnə məsləyi olaraq bu işə döndüm. Elə o dönmək, bu dönmək usta şinamontaj balansurovka ustasıyam. Dövlət Məşğulluq Agentliyində 2021-ci ilin yanvar ayları idi, qeydiyyatdan keçdim. 2022-ci ilin fevral ayında da aparaturamla təmin olundu. Yəni, dövlət məni öz işimin sahibkar elədi. Kimin sənəti varsa, kim sənət üzrə mütəxəssisdirsə, dönər ustası, təkər ustası, slesar, sat ustası fərqi yoxdur. Qadın, kişi də fərqi yoxdur. Yəni, kim işləmirsə, kimin işə ehtiyacı varsa və yaxud da kim belə deyək də, öz işini qurmaq istəyirsə, Dövlət Məşğulluq Agentliyinə baş vurmasını məsləhət görür. Efirimizə davam elətdiririk, hörmətli tamaşaçılar. İş saatını izləyirsiniz və bugün qeyd elədiyim kimi Şəki-Zaqatala Regional Məşğulluq Filialının fəaliyyətindən danışacağıq. Qonağımız da artıq studiyamızdadır. İş saatının bu dəfəki qonağı Şəki-Zaqatala Regional Məşğulluq Filialının müdiri Abdullah Kərimovdur. Xoş gördük siz Abdullah müəllim, xoş gəlmisiniz. Çox sağ olun. Necəsiz? Uzaq yoldan gəlmisiniz. Şükür, yaxşıyam. Təşəkkür edirəm dəvətiniz üçün. Çox sağ olun. Biz təşəkkür edirik gəldiyiniz üçün. Mütəmadi olaraq filiallarımızın gördüyü işləri çalışırıq ki, Dostoyev vasitəsilə öz efirimizdə işıqlandıraq və bugün də Şəki-Zaqatala regionundan danışacağıq. Filial tərəfindən görülən işlər, əldə edilən nəticələrdən. Abdullah müəllim, ilk olaraq filial barədə ətraflı bir məlumat verək. İlkin məlumatları hansı əraziləri əhatə eləyir, fəaliyyəti necə qurulub, əhatə dairəsi necədir? Buyurun.
Şəki-Zaqatala regional məşğulluq filialı 6 rayonu əhatə edir. Bu rayonlar Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, Oğuz rayonlarıdır. Ümumilikdə Şəki-Zaqatala regional məşğulluq filialı əhatə etdiyi rayonlarda 630 mindən çox əhalisi var. Filial Şəki şəhərində yerləşir və Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri üzərindən bir sıra xidmətlər həyata keçirir. Əsas məqsədimiz rayonda əhalinin məşğulluğunun təmin edilməsində dəstək olmaq, iş axtaran vətəndaşların öz bacarıqlarına uyğun iş tapmağında köməklik etməkdir. Əla. Olduqca geniş bir ərazini əhatə edirsiniz Abdullah müəllim və qeyd elədiyiniz kimi kifayət qədər də orada məskunlaşan, yaşayan əhali var. Ümumi fəaliyyət prosesi necə qurulub? Düzdür, biz bilirik və bunu hər dəfə efirimiz vasitəsilə çatdırırıq tamaşaçılara ki, yeni konsepsiya əsasında artıq bir müddətdir ki, fəaliyyət təşkil olunub. Sizin filialda, Şəki-Zaqatala regional məşğulluq filialında bu fəaliyyət necə təşkil edilib? Yəni, proseslər necə gedir? Agentliyin yeni konsepsiyasına uyğun olaraq filialda və xidmət şöbələrində vətəndaşlar karyera məsləhətçisi tərəfindən vətəndaş qəbulu alt sistemi üzərindən qəbul edilir və ilkin olaraq məşğulluq imkanlarının qiymətləndirilməsi aparılır. Bu qiymətləndirilməyə əsasən vətəndaşların əmək bazarına adaptasiya edilməsi məqsədi ilə fərdi məşğulluq proqramı tərtib edilir. Tərtib edilmiş fərdi məşğulluq proqramı üzrə ardıcıl olaraq məşğulluq tədbirləri həyata keçirilməsi istiqamətində müxtəlif işlər aparılır. Deməli, Şəki-Zaqatala regional məşğulluq filialı 19.500-dən çox vətəndaşın məşğulluq imkanlarını qiymətləndirilmiş və fərdi məşğulluq proqramı tərtib etmişdir. Aha. Abdullah müəllim, 19 mindən çox vətəndaşın, bu hansı dövrün statistikasıdır? Yeni konsepsiya tətbiq olunandan? Yeni konsepsiya tətbiq olunandan hardasa bir ay qabağa kimi. Əla. Bax, olduqca böyük bir ərazidə qeyd elədiyim kimi və kifayət qədər də vətəndaş müraciəti var. Ümumiyyətlə, yeni konsepsiya tətbiq olunandan sonra, xüsusilə fərdi məşğulluq proqramı icra olunmağa başlayanda bizim özümüzün də aldığı müraciətlərdən yola çıxaraq bunu qeyd edirəm ki, vətəndaşların yanaşması çox fərqli idi. Bəziləri fərdi məşğulluq proqramının hələ nə olduğunu bilmirdilər. Yanaşma fərqli idi ki, nəyə görə mənim işsiz statusum ləğv edilir və s. və hər ərazinin də, hər regionunun da vətəndaşlarının, orada yaşayan insanların öz spesifik yanaşmaları olur. Filialda sizin əhatə elədiyiniz zonada yeni konsepsiyanın tətbiqi olsun, fərdi məşğulluq proqramının tərtib olunması olsun. Buna yanaşma necə oldu vətəndaşlar tərəfindən? Artıq tam olaraq qəbul ediblərmi bu prosesi? Hər yerdə olduğu kimi iş yeni başlayanda hər halda çətinliklər çox olur. Bəli. Amma indi vətəndaşlar öyrəşəndən sonra vətəndaş işdə məşğulluq mərkəzinə yaxınlaşanda evdə qabaqcadan fikirləşdiyi bir istiqamət üzrə yaxınlaşırdı. Bəli. Amma bu gün elə deyil. Vətəndaşlar məşğulluğa yaxınlaşanda bu gün karyera məsləhətçisi tərəfindən aparılan söhbətlər zamanı məlum olur ki, vətəndaşa hansı istiqamət uyğundur, özünə məşğulluq ya iş, özünə məşğulluğun sahələrindən hansı ona uyğundursa, yəni bu gün həmin o proseslər hamısı məşğulluq xidmət mərkəzində, yəni filialda həll olunur vətəndaşın. Bəli, ümumiyyətlə fərdi məşğulluq proqramının icrasında burada bir qarşılıqlı proses olmalıdır. Həm karyera məsləhətçisinin onu izləməsi, həm də vətəndaşın bunu yerinə yetirməsi baxımından. Çünki bu proses yarıda qalanda vətəndaşın da məşğulluğunun təmin olunması məsələsi yarıda qalır deməkdir. Filialın əldə elədiyi nəticələrdən biraz danışaq. Həm cari il ərzində və yaxud da ki, ötən il ərzində hansı nəticələr əldə olunub? Filial 2024-cü il ərzində 5 əmək yarmarkası, 1 mini yarmarka keçirilmişdir. Həmin yarmarkalarda 75-dən çox işə götürən, iştirak etmiş 750-dən çox vakansiya təqdim edilmişdir. 2025-ci ilin birinci rübündə 2024-cü ilə əsasən yeni 35 işə götürənlə əməkdaşlığa başlamışıq. Bunun nəticəsində 2 mini yarmarka olmaqla 5 əmək yarmarkası keçirilib. 45-dən çox işə götürən həmin yarmarkalarda iştirak edib 350-dən çox vakansiya təqdim edilmişdir. Ümumilikdə 2024-cü ildə bu əməkdaşlığın nəticəsində 5800-dən çox işsiz şəxs işlə təmin edilmişdir. Eyni zamanda 2024-cü ildə müxtəlif sahələr üzrə peşə hazırlıq kurslarına 249 nəfər vətəndaş cəlb edilmiş. Bəli. Onlar da kursu bitirəndən sonra əksəriyyəti işlə təmin edilmişdir. 2024-cü il ərzində filial üzrə 29 minə yaxın vətəndaş qəbul edilmiş. Bu qəbul edilən vətəndaşların 4300-ə yaxınını rəhbər şəxslər qəbul etmiş. Eyni zamanda onu qeyd etmək istəyirəm ki, hər rayon üzrə rübdə 2 dəfədən az olmayaraq tərəfindən vətəndaş qəbulu keçirilənir. Vətəndaşların müraciəti yerində qanuna müvafiq qaydada baxılır, araşdırılır.
Abdullah müəllim, peşə hazırlığından və özünü məşğulluqdan danışacağıq. Siz birinci əmək yarmarkalarını qeyd elədiniz. Ümumiyyətlə, əmək yarmarkalarının keçirilməsi davamlı bir prosesdir. Filiallar tərəfindən mütəmadi olaraq həm mini yarmarkalar, həm böyük yarmarkalar keçirilir. Buna yanaşma necədir? Yəni, vətəndaşların marağı, iştirak səviyyəsi, həm işə götürənlərin marağı, onlar özləri də könüllü şəkildə sizə müraciətlər eləyirlərmi ki, birgə yarmarkalar təşkil edək? Əlbəttə ki, burada vətəndaşların da marağı var. Burada əsas maraq, məqsəd nədir? İşə götürənlərlə iş axtaranların arasında bilavasitə təmas yaratmaqdır. Bəli. Vətəndaşlar gəlir, iş təqdim olunan vakansiyalarla yerində tanış olur, CV-sini təqdim eləyir. Ola bilir ki, elə vaxt olur ki, həmin anda öz cavabını alır, baxırlar, tanış olurlar, danışırlar, cavabını verirlər. İşə götürənlər də həmin özünə uyğun kadrlarla tanış olur, yerində seçə bilir. Yəni, bu hər tərəfli sərf eləyən bir tədbirdir, məşğulluq tədbiridir. Ona görə də bunu çox yaxşı qarşılayırlar. Əla. Peşə hazırlığından biraz danışaq. Siz qeyd elədiniz, statistik göstəriciləri də təqdim elədiniz ki, nə qədər şəxs peşə hazırlığına cəlb edilib. Ümumiyyətlə, bu çox həm də aktiv fəaliyyət istiqamətlərimizdən birisidir. Xüsusilə də regionlarda, elə Bakının özündə də. Peşə hazırlığı istiqamətində hansı işlər görülür? Necədir regionda maraq buna? Həm vətəndaşlar tərəfindən, həm işə götürənlər tərəfindən? Deməli, peşə hazırlığı agentliyin önəmli fəaliyyət istiqamətlərindən biridir. Hər rayon üzrə əmək bazarının təhlili aparılır. Ehtiyaclarından peşələr üzrə və işə götürənlərin sifarişi əsasında peşə kursları təşkil edilir. Vətəndaş müraciətləri araşdırılır, həmin uyğun kurslara cəlb edilir və bitirdikdən sonra həmin o sifarişi işə götürənlər tərəfindən işlə təmin edilir. Məlumat üçün bildirmək istəyirəm ki, filialı əhatə edən rayonlarımızın əsasən turizm rayonları olduğu üçün turizm və otelçilik başda olmaqla ipəkçilik, tütünçülük, fındıqçılıq, sonra şərabçılıq, quru meyvələrin istehsalı üzrə bu kimi istiqamətlərdə peşə hazırlıq kursları təşkil edilir. Hal-hazırda davam edən kurslar yəqin ki var. Var, bəli. Qəbələ rayonunda kurslar var, bəli. Əla. Abdullah müəllim, işə götürənlər özləri sizə müraciət eləyirmi ki, bizim filan istiqamət üzrə əməkdaşa ehtiyacımız var, gəlin birgə kurs təşkil edək. Yəni məlumatlıdırlarmı artıq? Bəli. Dəfələrlə demək olar ki, müraciətlərin bir 50% elə işə götürənlər tərəfindən olur. Bizim karyera məsləhətçiləri gedib işə götürənlərlə əlaqə qurandan sonra həm orada təşrif olunur, onlarla daimi dəyirmi masalar keçirilir. Amma belə götürəndə əsasən işə götürənlərin müraciət əsasında bu olur. Ona görə ki, peşə kursuna cəlb olunan vətəndaş ən axırda işlə təmin olunmalıdır. Bəli. Elə işə götürənlərdən söz düşmüşkən, işə götürənləri xidmətlərimiz barəsində məlumatlandırmaq üçün hansı işlər görürsünüz? Yəni, hansı alətlərdən istifadə edirsiniz? Bilirəm ki, bu mövzuda çox aktivsiniz. Mütəmadi olaraq bir görüşlər keçirilir. Biz də təqdim edirik regionda məşğulluq rubrikamız vasitəsilə. Burada hansı üsullardan istifadə edirsiniz? Yəni, işə götürənlərdən gedib birə-bir yerlərdə görüşlər, öz ofislərində belə deyək, görüşlərmi keçirilir? Yoxsa onları belə bir məkanda görüşdürürsünüz, birləşdirirsiniz, orada mı məlumatlandırırsınız? Çünki xidmətlərimizin həm də bir neçəsi işə götürənləri dəstək məqsədlidir. Deməli, region üzrə 300-ə yaxın işə götürənlə əməkdaşlıq edilir. Mütəmadi olaraq bunlarla görüşlər, dəyirmi masalar, əmək yarmarkası keçirilir. Həmin görüşlər, elə şirkətlər var ki, elə işə götürənlər var ki, özlərinin şəraiti var. Əməkdaşlar gedir, orada görüşür. Eləsi var, dəvət olunur filiala, orada görüşlər gedir. Əsas, yenə dedim, bayaq qeyd etdiyim kimi, bizim əsas məqsədimiz işə götürənlərlə iş axtaranlar şəxsləri bilavasitə aralarında bir təmas yaradıb, bunları bir-biri ilə tanış eləyib, yəni sabahlarım hər hansınasa nəsə lazım olanda, bir kadr lazım olanda işə götürənə rahat seçim etməyə imkanı olsun. İş axtaran da bilsin ki, bu işlə bağlı məlumat olsun ki, bilsin ki, işlədiyi yerdə nə işlə məşğul olasıdır, necə məşğul olasıdır. Əgər bunun bacarıqları yoxdursa, əmək qabiliyyəti yoxdursa, bacarıqları yoxdursa, peşə hazırlıq kursuna cəlb edilək. Yəni, bu səbəblərə görə işə götürənlərlə daimi əlaqədəyik, yəni görüşlər keçirənir. Əsas işə götürənlərin əsas marağı birgə maliyyələşmə proqramı üzrədir. Yəni, bu sahə üzrə çox maraq göstərirlər. İnanın ki, bu layihə üzrə işə götürənlərlə iş aparanda çox bizə dəstək olur. Əsas, deməli, əlimizdə olan bıçaqlardan biridir bu birgə maliyyələşmə proqramı. Buna çox gözəl yanaşırlar. Təkcə 2025-ci ilin birinci rübündə 20 nəfərdən çox vətəndaş bu layihə üzrə işlə təmin edilib.
Əla. Abdullah müəllim, özünü məşğulluq proqramından da istəyirəm ki, danışaq. Xüsusilə regionlarda bu proqrama müraciət hər zaman çox olur. Özünü məşğulluq proqramının icrası necə gedir sizin region üzrə? Agentliyin əsas fəaliyyət istiqamətlərindən biri də özünə məşğulluqdur. Biraz qabaq qeyd etdiyim kimi, regionda kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait olduğu üçün əsas müraciətlər elə bu üzrədir. Vətəndaşlar seçdiyi biznes ideya üzrə vətəndaşların müraciəti qeydə alınır. Özünə məşğulluq reyestrinə əlavə olaraq növbəçilik əsasında baxılır. Bir şey də qeyd eləmək istəyirəm ki, növbəçilik cədvəlinin agentliyin elektron səhifəsində yerləşdirilməsi növbəliyin şəffaf olmasının bariz nümunəsidir. Vətəndaşlar hər gün demək olar ki, onlarla vətəndaş yaxınlaşıb öz növbəsi barədə məlumat alırdılar, maraqlanırdılar. Amma bu günlərim vətəndaş evdən çölə çıxmadan, heç yerə yaxınlaşmadan həmin səhifəyə daxil olmaqla öz növbəsi barədə bütün məlumatları əldə edə bilir rahatçılıqla. Cari il ərzində də regionumuzda təlimləri başlanmasına start verilib. Təlimlərin bəziləri qiymətləndirilməsi də keçirilib. İnşallah qısa zamanda aktivlərlə təmin ediləsidir vətəndaşlar. Abdullah müəllim, karyera məsləhətçiləri tərəfindən vətəndaşların digər özünü məşğulluq zərfləri barədə də məlumatlandırılması ilə bağlı işlər görülürmü? Çünki regionlarda kənd təsərrüfatına müraciət çox olur. Bəzən ehtiyac yaranır ki, onları digər istiqamətlərə də yönləndirəsiniz. Bilirsiniz necədir? Regionlarda şəhərdən aralı kəndlərdə adətən istehsal və xidmət sahələri üzrə müraciətlər çox az olur. Əsasən turizm olan kəndlərdə, bir də şəhərdə. Məsələn, bizdə şəhər ərazisində kənd təsərrüfatı ilə məşğul olan demək olar ki, yoxdur. İstehsal və xidmət sahələri üzrə hər tərəfdən, yəni əsasən də maşın ustaları üzrə, maşın ustalarının avadanlıqları, yəni bizim regionda demək olar ki, avadanlığı alıb işlətməyən adam çox azdır. Bu çox yaxşı Hamı göstərici. istifadə edir, bəli. Yəni çox adam istifadə edir. Alır, hamı bilir ki, bu istənilən bir sahibkar bilir ki, istənilən iş görən bilir ki, işə başlamaqdan ötəri bunun əlində ilkin bir kapital olmalıdır. Dövlət Məşğulluq Agentliyi də bu kapitalı aktiv şəklində bu vətəndaşa verir. Natura şəklində verilir həmin kapital ki, vətəndaş artıq öz işinə başlaya bilsin. Abdullah müəllim, karyera məsləhətçilərindən söz düşmüşkən bunu da soruşmaq istəyirəm. Çünki karyera məsləhətçilərinin işə götürənləri tanıması, onların tələblərini bilməsi düzgün vətəndaşı yönləndirmələri baxımından çox vacibdir. Çünki biz həm də işə götürənə bu istiqamətdə dəstək olmalıyıq ki, bizim göndərdiyimiz namizədlərin araşdırılması, onlarla görüşlərin keçirilməsi onların çox vaxtını almasın. Onlar qısa bir zamanda uyğun şəxsi seçə bilsinlər. Bu istiqamətdə karyera məsləhətçiləri belə deyək də necə məlumatlandırılır ki, onlar işə götürənlərin tələblərinə tam hakim olsunlar? Deməli, Əsmər xanım, regionda, indi Balaca rayonunda hamı bir-birini tanıyır. Karyera məsləhətçiləri demək olar ki, sahibkarlarla olan bütün görüşlərdə karyera məsləhətçiləri hissə iştirak edir. Bütün o işə götürənlərin tələbləri ilkin olaraq karyera məsləhətçisinə bildirilir. Ona görə ki, karyera məsləhətçisi həmin o tələblərə uyğun vətəndaşların seçilməsi sırf karyera məsləhətçisinin işçisidir. Karyera məsləhətçisi o tələblərə uyğun hər karyera məsləhətçisi öz portfelindəki vətəndaşları bir-bir araşdırır. Həmin o ixtisasa uyğun, həmin o peşəyə uyğun vətəndaşları seçir və işə götürənlərə təqdim edir. Yəni bizdə bütün işə götürənlərlə görüşlərdə karyera məsləhətçiləri hissə iştirak edirlər. Əla. Abdullah müəllim, son olaraq cari il üçün daha nələr planlaşdırılır? Hələ il davam edir, belə deyək də, birinci yarım ili hələ tamamlamaq üzərəyik, az qalıb. Daha nələr planlaşdırılır bu il üçün? Hər il olduğu kimi, cari ildə də bütün məşğulluq tədbirlərinin qoyulan hədəflər üzrə tamamlanması və ən əsası vətəndaş məmnunluğunun maksimum səviyyəyə çatdırılması. Əsas məqsədimiz bunlardır. Uğurlar arzulayırıq sizə. Çox sağ olun. Təşəkkür edirik gəldiyiniz üçün, minnətdarıq. Çox sağ olun. Və Dost TV-nin efirindən biz hər zaman bunu qeyd edirik ki, görülən işləri tam olaraq çatdırmağa çalışırıq. Yaxşı xəbərləriniz gəlsin filiallardan, biz də bunu çatdıraq. Minnətdarıq sizə. Çox sağ olun, var olun, xeyirli olsun işinizdə. Təşəkkür edirik, çox sağ olun. Belə hörmətli izləyicilərimiz, iş saatını izləyirdiniz və biz bugün efirimizdə Şəki-Zaqatala regional məşğulluq filialının fəaliyyətindən danışdıq və filialın gördüyü işlər barədə çalışdıq ki, ətraflı məlumatları təqdim edək. Bəs siz bizim fəaliyyətimizlə bağlı digər məlumatları necə ətraflı əldə edə bilərsiniz? Bizi sosial şəbəkələrdə izləməklə, saytımız vasitəsilə və eyni zamanda Dost TV-nin efiri vasitəsilə. Növbəti yayımda yenidən görüşəcəyik. Özünüzü qoruyun, salamat qalın.